Elm və Təhsil naziri Emin Əmrullayevin başının üzərində qara buludlar dolaşır. Onun yaxın 2 ay ərzində karyerası ilə vidalaşacağı iddia edilir. Elm və Təhsil Nazirliyindəki səs-küylü istefaların da bununla bağlı olduğu bildirilir. Yenisabah.az, Mia.az-a istinadla məlumat verir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov bu il oktyabr ayının 1-də öz ərizəsi ilə vəzifəsindən azad edilib. Elə həmin gün Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov da könüllü şəkildə işdən çıxıb. Son günlər isə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi haqda məlumat yayılıb. Bağırovun Bakının rayonlarından birinə icra başçısı təyin ediləcəyi gözlənilir. Bu mövzuda sensasiya sayılacaq məlumatlar var. Hakimiyyətdəki çox mötəbər mənbələrdən biri Mia.az-a qeyd edib ki, Eşqi Bağırovdan sonra Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Təhsil İnstitutunun direktoru Elnur Əliyev də yola salınacaq. Məlumatlı şəxs Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən iri qurumların rəhbər şəxslərinin bir-birinin ardınca yola salınmasının əsl səbəbinə aydınlıq gətirib. Onun sözlərinə görə bu dəyişikliklər nazir Emin Əmrullayevin arzusu və iradəsi ilə baş vermir. Əksinə, Əmrullayev ən etibarlı kadrlarını yola salmağa məcbur edilir. Hazırda Emin Əmrullayevin ətrafında budama əməliyyatı aparılır, sonda növbə onun özünə çatacaq. Əmrullayevi əvəzləyəcək şəxsin kimliyi də artıq məlumdur. Ona öz adamlarını səs-küysüz yola salmaq tövsiyə olunub. Yeni nazir fəaliyyətə kütləvi kadr dəyişiklikləri ilə başlamaq istəmir. Sonda mənbə bildirib ki, bu ilin sonuna kimi Emin Əmrullayevin vəzifədən azad olunmasına dair sərəncam elan olunacaq.